Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli simalarından biri olan Sabir Rüstəmxanlı bu il 80 yaşını qeyd edir. Elə bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tədbiri keçirilib. Baş nazirin müavini Samir Şərifovun, Mədəniyyət naziri Adil Kərimlinin, Milli Məclisin deputatlarının, mədəniyyət və elm xadimlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yubiley gecəsində xalq şairinin həyat və yaradıcılığından bəhs edilib. Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, eləcə də baş nazir Əli Əsədovun yubiley məktubunu səsləndirib. Hörmətli Sabir Rüstəmxanlı, əlamətlər yubileyiniz, anadan olmağınızın 80 illiyi münasibəti ilə sizi ürəkdən təbrik edir, sizə ən səmimi arzularımı yetirirəm. Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçmiş, bütün fəaliyyətinizlə xalqımızın tarixi yaddaşını yaşadan, milli mənəvi dəyərlərini və iradəsini cəsarətlə ifadə edən mübariz şeirləriniz və nəsr əsərləriniz ilə daim Azərbaycan ədəbi bədii və ictimai-siyasi fikrinin diqqət mərkəzində olmuşsunuz. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında sosialist realizmi yaradım metodunun sədlərini qıraraq, uzlarını yararaq ədəbiyyata gerçək insanı, kiçik insanı, gerçək həyatı böyük ədəbiyyata gətirən görkəmli xalq şairidir. 1946-cı il mayın 20-sində Yardımlıda dünyaya gələn Sabir Rüstəmxanlı erkən yaşlarından ədəbi fəaliyyətlə məşğul olub. 1967-ci ildən etibarən isə bu sahəni özünə əsas peşə seçib. Yazıçının ilk kitabı 1970-ci ildə nəşr olunub. Onun ömür kitabı əsəri Azərbaycanda milli düşüncənin və vətənpərvərlik duyğularının oyanmasında mühüm rol oynayıb. 1988-ci il Milli Azadlıq Hərəkatının mənəvi dayaqlarından biri hesab edilib. Ümumiyyətlə, Sabir Rüstəmxanlı poeziyasında vətən sevgisi, milli kimlik, azadlıq ideyaları və insan mənəviyyatı əsas yer tutur. Onun şeirlərində Azərbaycan torpağına sonsuz bağlılıq, xalqın taleyinə həssas münasibət aydın hiss olunur. Sabir Rüstəmxanlı çağdaş Azərbaycan tarixinin və üzü 70-ci illərdən bu yana Azərbaycan ədəbiyyatının görkəmli simasıdır, böyük şairdir, yazıcıdır, ictimai-siyasi xadimdir. Sabir müəllim epoxal adamdır. Azərbaycan tarixi və ədəbiyyatı qarşısında müstəsna xidmətləri olan adamdır. Mən onu yubiley münasibəti ilə təbrik edirəm, can sağlığı arzulayıram və yaradıcılıq uğurları arzulayıram. Sabir Rüstəmxanlı tanımaq istəsən, xəbər gözləyirəm. Gəncə qapısı, sağ ol, ana dilim, qan yaddaşı, zaman məndən keçir kimi şeir kitablarının müəllifidir. O həmçinin Bütövlük, Didərginlər, Cavadxan, Orxunla Görüş poemalarını, Bu sənin xalqındır adlı publisistik əsəri, eləcə də Atamın ruhu, Xətai yurdu, Göy tanrı, Ölüm zirvəsi, Difai fədailəri, Tsunami romanlarını qələmə alıb. Yazıçının əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub və geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Gəncə qapısından tutmuş son əsərə, akademikin son əsərinə kadar okudum və Türkiye'de Sabir Rüstəmxanlı'nın hem şiirlerini hem de eserlerini tebliğ için önemli işler gördüğüme inanıyorum. Ben onun Karabağ'a dönüş poemasını, Çocukluğa değen kurşun, orijinal adı Uşaklığa değen kurşun, Ölüm zirvesi Cavatan hakkındaki romanı, yine Ahmet Ağalı hakkındaki romanı olan Difai fedailerini, Astar romanını ve Atamın ruhu povestlerini Türkiye Türkçesine uygunlaştırarak çevirdim. Dolayısıyla Sabir Rüstəmxanlı yaratıcılığı Türkiye'de çok geniş yayılmıştır ve Sabir Rüstəmxanlı hem bir düşünce, fikir adamı olarak hem bir şair, edebiyatçı kimliğiyle Türkiye'de geniş kitleler tarafından tanınan bir ziyalımız. Sabir Rüstəmxanlı təkcə Quzey Azərbaycanın xalq şairi deyil, demək olar ki, həm də
Güney Azərbaycanda çox tanınmış və çox belə şeirləri oxunur və onun siyasi düşüncələri göz önündə nəzərdə alınır və bu həmişə güneydəkiləri, yəni demək olar Sabir Rüstəmxanlıya tərəf sövq verir, yəni və geniş oxucu kütləsini o tayda qazanır Sabir müəllim. Gecədə Sabir Rüstəmxanlının qələmə aldığı şeirləri qiraət olunub. Azadlıq yolunda çarpışanlara qarışmaq həsrətindəyəm. Bu yurt Türk'ün torpağı, izləri itmir hələ. Müəllifi olduğu şeirlərin sözlərinə yazılan musiqi nömrələri təqdim edilib. Yenə bu qoca karvan, bitmədi şəbu hicran, daha sən getmə dayan, təki sən getmə. Xatırladaq ki, xalq şairi Prezident İlham Əliyevin sərəncamı ilə 80 illik yubileyində şərəf ordeni ilə təltif edilib. O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.